Finlandiya dili niyə çətindir? Fin dili dünyada ən çətin dillərdən biri hesab olunur. Çünki qrammatikası çox fərqlidir. 15 hal sistemi var. Cümlə quruluşu ingiliscə deyil, türk dilinə daha yaxındır. Sözlərin uzunluğu uzundur. Bir söz çox məna verə bilər. Amma bir üstünlük var. Fin dilində tələffüz çox asandır. Necə yazılırsa elə oxunur. Tam türkçə kimi. Yəni başlamaq çətindir, amma öyrənəndən sonra çox rahat olur. Finlandiya mədəniyyəti və insanlar. Finlər çox sakit insanlardır. Onlar qeyri-lazımsız danışmağı sevmir. Səmimidir, amma soyuq deyil. Sadəcə məsafəlidir. Yalan danışmağı sevmir. Söz verdilərsə yerinə yetirirlər. Sakitlik onlar üçün həyati əhəmiyyət daşıyır. Trafikdə siqnal vermək belə nadirdir. Dostluq qurmaq vaxt alır, amma qurandan sonra çox sakit